Bugünkü bölməmizin adı olur işıq kvantları. Dim topluda kvant fizikası da deyirlər. Bu əslində kvant fizikasına girişdir. Çünki kvant fizikası çox geniş bir və hədsiz dərəcədə çətin bir bölmədir. Birinci mövzumuz gəlir Planck fərziyyəsi, foton və onun xassələri. Planck fərziyyəsi. Əvvəllər işığa aid ikili xassə mövcud idi. Bəzi alimlər, məsəl üçün Newton o vaxt korpusklyar nəzəriyyəyə görə deyirdi ki, işıq zərrəciklər selindən ibarətdir. Huygens isə deyirdi ki, yox, işıq dalğadır. Və Maxwell də elektromaqnit sahə nəzəriyyəsinə görə deyir ki, işıq tezliyi 400-800 terahertz olan dalğa uzunluğu arasında tezliyi bu aralıqda dəyişən və insanda görmə hissi yaradan dalğadır. Müxtəlif rənglərdən ibarət dalğadır. Bu nəzəriyyə və bu xassələr bir ziddiyyət təşkil eləyirdi. Bu ziddiyyəti aradan qaldırmağa çalışan Alman alimi Max Planck özünün bax belə bir fərziyyəsini irəli sürdü ki, atomlar elektromaqnit enerjisini ayrı-ayrı porsiyalar şəklində, yəni kvantlar şəklində şüalandırır və ya udur. Və hər bir porsiyanın enerjisi isə şüalanmanın tezliyi ilə düz mütənasibdir. Planck fərziyyəsinə görə şüalanmanın enerjisi aşağıdakı düsturla hesablanır. Şüalanmanın enerjisi. Şüalanmanın enerjisi Y bərabərdir H nu düsturu ilə hesablanır. Və yaxud nünün yerinə S bölü lambda yaza bilərik. Olacaq HC bölünsün lambda 0. Bu çox vacib düsturlardan biridir bu dərs üçün. Buna birazdan fotonun enerjisi də deyəcəyik. Burada hələlik Y kvantın enerjisidir. Kvantın enerjisi. Nu isə şüalanmanın tezliyidir. Şüalanmanın tezliyi. S işığın vakuumda yayılma sürəti. Lambda 0 isə işığın vakuumda dalğa uzunluğu. H burada nədir? H şagirdlər gördüyünüz kimi sabitdir. H-ın adı elə bu alimin şərəfinə olaraq Planck sabiti adlandırıblar. Planck sabiti. Planck sabitinin qiyməti də mövcuddur. Testlərdə bəzən 6 verirlər, bəzən 6-dan %63, 10 üstü mənfi 34 verirlər. Bizə vacib olan bunun vahidini bilməkdir. Planck sabiti H 6 tam %63, 10 üstü mənfi 34 vahidini qırmızı ilə yazaq fərqlənmək üçün. Joule vurulsun saniyə. Qarışdırmayın ha. Joule böl saniyə wattı verir. Joule vur saniyə Planck sabitinin vahididir. Yəni bunu inşallah ki qarışdırmazsınız. Bax, vahidi budur. Bildiyiniz sabitdir. Buradan qrafiklər çəkə bilərik. Deməli, Y-nin nüdən asılılığı və Y-nin dalğa uzunluğundan asılı qrafiki düsturlarda necədirsə o şəkildə də çəkəcəyik. Lambda 0-la tərs asılıdır, nü ilə isə düz asılıdır. Yəni tezlik artanda şüalanmanın enerjisi də artacaq. Buradan görürük ki, şüalanmanın dalğa uzunluğu nə qədər çox olarsa, fotonun kvantın enerjisi az olar. Bu zaman işıq özünü zərrəcik kimi aparır. Dalğa uzunluğu nə qədər kiçik olarsa, şüalanmanın tezliyi və ona uyğun olan kvantın enerjisi də böyük olar. Bu zamansa zərrəcik şüalar özünü zərrəcik kimi aparır. Yəni bəzi hallarda
şüalar özünü dalğa kimi, bəzi hallarda isə zərrəcik kimi aparır. Sonralar bunu Albert Einstein bunu bu kvantı foton adlandırmağa başladı. Yəni bu işıq şüalarını foton adlandırmağa başladı və Einsteinə görə işıq hər biri h enerjisinə malik olan zərrəciklər toplusudur. Sonralar bu zərrəciklər işıq kvantları və ya fotonlar adlandırıldı. Yəni həmən bu işıqları, indi bildiyimiz işığı Einstein foton adlandırıb. Və foton nəzəriyyəsinə görə işıq hər biri h enerjisinə malik olan zərrəciklər toplusudur. Müasir təsəvvürlərə görə fotonun bir sıra xassələri mövcuddur. Mən sizə əsaslarını deyəcəm, əsaslarını yazdıracağım. Birincisi, bilməlisiniz ki, şagirdlər, foton e, elektromaqnit enerjisini dəyişən zaman, enerji səviyyələri dəyişən zaman yaranır. Sonra foton yaşama müddətinə görə davamlı zərrəcikdir. Və foton bölünməz zərrəcikdir. Yəni onun tərkib hissəsi yoxdur. Məsələn, nətər ki, atomun tərkib hissəsi var, ha? Proton, neytron, elektron. Amma fotonun elə bir tərkib hissəsi yoxdur. Biz buradan yazaq fotonun xassələri. Fotonun xassələri. Və yazdıracağım xassələrdən ən əsası odur ki, foton elektrik cəhətdən neytraldır. Yəni fotonun elektrik yükü yoxdur. Fotonun elektrik yükü yoxdur. Və foton istənilən hesablama sistemində işığın vakuumdakı sürəti ilə yayılır. Yəni işıq sürəti ilə yayılır. Foton işıq sürəti ilə yayılır. Bax belə. Və foton impulsa malikdir. Bax, əsas məsələ budur. Foton impulsa malikdir. Foton impulsa malikdir. Fotonun impulsu belə tapılır şagirdlər. P bərabərdir. Y bölünsün C. Y-nin yerinə biz nə yaza bilərik? H-nü böl C və yaxud nü böl C bizə 1 böl lambdanı verir. Olacaq H bölünsün lambda 0. Bax, fotonun əsas bu iki düsturunu mütləq şəkildə bilməliyik. Və digər tərəfdən fotonun impulsunu MC kvadrat yazarıq. Məşhur MC kvadratı düsturu var. Oradan da deyə bilərik ki, foton kütləyə malikdir. Baxın, fotonun sükunət kütləsi yoxdur, amma yaranandan sonra hərəkəti zamanı kütləyə malikdir. Onda fotonun kütləsi məşhur MC kvadrat deyə düstur var, oradan tapılır. Y bərabərdir MC kvadratı. Oradan M-i tapa bilərik. Onda M bərabər olur, Y bölünsün C kvadratıdır. Burada foton bir mühitdən digərinə keçəndə dalğa uzunluğu dəyişir. Onda biz həmişə demişdik ki, foton vakuumdan mühitə keçəndə dalğa uzunluğu, sürəti azalır. Burada deyəcəyik ki, impulsu artacaq. İndi biz onu ispat edəcəyik. Burada yazırıq ki, qeyd yazaq biz bura. Qeyd. Foton vakuumdan mühitə keçərsə impulsu n dəfə artır. Niyə elə olur? Onu sizə ispat eləyək. Çünki işıq vakuumdan mühitə keçəndə dalğa uzunluğu olur lambda 0 böl n.
Bizdə gəlib düsturu yazanda P bərabər olur. H bölünsün lambdadır. H bölünsün lambdanın yerinə də lambda 0 böl n yazsaq, bu n qalxacaq yuxarı. N H bölünsün lambda 0. Gördük ki, baxın fotonun impulsu n dəfə artdı. Qrafikini çəkə bilərik. P-nin nüdən asılı qrafiki düz mütənasib olacaq. P-nin lambdadan və ya lambda 0-dan asılı qrafiki isə tərs mütənasib olacaq. Biz genetik əlaqə eləyə bilərik burada. Genetik əlaqə. Topluda 2 ədəd sual var. Elektronun impulsu fotonun impulsuna bərabər olarsa, o ki ola bilər, onda biz belə edə bilərik ki, P-ni elektronun impulsunu fotonun impulsuna bərabər eləyə bilərik. Onda elektronun impulsu olacaq M elektron V bərabər olacaqdır. Təbii ki, bu H S bölünsün nüyə və ya M elektron vur V bərabər olacaq. H bölünsün lambda 0-a. Bax, bu şəkildə yaza bilərik. Genetik əlaqə eləyə bilərik. Və bu V burada elektronun sürətidir. Bunu da bildik ki, bir müddətdən digərinə, bir də bir şey deyim sizə. Foton bir müddətdən digərinə keçərkən tezliyi dəyişmir. Necə ki, işıq özü fotondur da. Bir dənə də qeyd yazaq burada ki, məsələn, bir mühitdən digərinə və yaxud vakuumdan mühitə keçərsə, tezlik dəyişmir. Tezlik dəyişmədiyinə görə enerji də dəyişmir. Yəni foton deyək ki, vakuumdan mühitə keçərsə, tezlik dəyişmədiyinə görə onda Y bərabər H-nüdür axı. Fotonun enerjisi H-nüdür. Ona görə də tezlik dəyişmədiyinə görə Y də dəyişmir. Yəni enerji də nə eləmir? Dəyişmir. Bax belə əziz şagirdlər, bunlar fotonun xassələri idi. Foton əslində bizim gözümüzə gələn işıq fotonlar selidir. Yəni zərrəciklər selidir. Bəzən də həmin işıq özünü dalğa kimi aparır. Bundan əvvəl keçdiyimiz dispersiyada, difraksiyada, polarizasiyada bu qaydalarda, bu dərsliklərdə işığın adətən dalğa xassəsini araşdırmışdıq. Bu gün isə biz yadınızdadırsa termoelektron emissiya hadisəsi keçmişdik. Termoelektron emissiya hadisəsində elektronlar metalı e, istiliyin təsiri ilə tərk edirdi. Yəni biz istilik verirdik metala, yüksək temperatura qədər biz metalı qızdırırdıq. Qızdırılmış metaldan elektron qopurdu. E, Sonra həmin elektronları elektrik sahəsində istiqamətləndirəndən sonra həmin elektronlar nizamlı hərəkət edərək cəryan yaradırdı. Bugünkü dərsimiz isə fotoeffekt hadisəsidir. Foto zaten bayaqdan danışırıq, işıqla bağlıdır. Biz burada elektronu işığın təsiri ilə qoparacağıq metaldan. Metalın kristal qəfəsindəki o elektronu işığın təsiri ilə qoparacağıq. Tərif isə belədir. İşığın təsiri ilə, yəni elektromaqnet şüalanmasının təsiri ilə, gəlin bu tərifi yazaq. İşığın təsiri ilə metaldan, işığın təsiri ilə metaldan elektronların qopması hadisəsidir. Qopması hadisəsidir. Bu sonradan bu
Metaldan qopan elektronlar isə fotoelektronlar adlanır. Bu hadisəni qısa bir təsvir eləyim sizə. Deyək ki, bu metal parçasıdır. Metal parçasının daxilində atomlar və atom ətrafında çoxlu sayda elektronlar yerləşir və tutaq ki, H-nüy enerjili işıq şüaları bura düşür. Düşəndən sonra buradan başlayır elektronlar xarici fəzaya qopmağa. İşıq düşür. Bu metaldır. Bu da elektrondur. Bax, bu şəkildə elektron qopur. Təsvir etdiyimiz bu hadisə fotoeffekt hadisəsidir. Fotoeffekt hadisəsinin müşahidə olunduğu qurğuya fotoelement deyirlər. İndi mən sizə fotoelement, fotoelementdə fotoeffekt hadisəsini, fotoeffektin qanunlarını izah edəcəm. Fotoelement nədən ibarətdir şagirdlər? Birincisi, havası soğurulmuş bidondan, şüşə balondan ibarətdir. Balona katod və anod yerləşdirilib. Katod və anod. Bu şəkildə belə bir mənzərə düzəldiblər ki, bura işıq şüası eləyə bilsin, düşə bilsin. Katodun səthinə işıq şüası düşə bilsin. Bax, belə bir dövrə yığıblar. Burada voltmetr var. Bu reostatdır. Sürgünü sağa sola hərəkət etdirmək üçündür. Bu da cəryan mənbəyidir. Belə bir şey. Burada da bir ampermetr var. Burada da bir ampermetr var. Belə bir dövrədir. Bu da cəryan mənbəyidir. Burada da gərginlik var. Bu xətt burada artıqdır. Bunu silək burada. Belə bir şey. Fotoeffektin 3 dənə qanunu var şagirdlər. Əvvəl biz təzədən bir fotoeffekt hadisəsini izah eləyək. Demək, buradan işıq şüaları düşür. Bu katodun səthinə işıq şüaları düşdü. Bu katodun səthinə. Buradan təbii ki, elektronlar başlayacaqlar qopartmağa. Bu elektronlar qopduqdan sonra təbii ki, biz anoda cəryan mənbəyi müsbət, katoda da mənfi qütbə birləşdirdikdə elektronlar başlayacaq nizamlı hərəkət etməklə anoda doğru hərəkət almağa. Və nəticədə burada bir cəryan yaranacaq. Yəni ampermetr dövrədə cəryanın olduğunu göstərəcək. Yəni biz bura bir lampa qoysaq, lampa başlayacaq yanmağa, işıqlanmağa. Bu zaman yaranan cəryana fotocəryan deyirlər. Buradan katoddan qopan elektronlara isə fotoelektronlar deyirlər. Təsvir etdiyimiz bu hadisəyə isə fotoeffekt hadisəsi deyirik. Fotoeffekt hadisəsinin fotoelementi, bu şəkil fotoelementdir. Fotoelementin voltamper xarakteristikası var. Onu mən sizə yazaq. Sonra digər qaydaları biz burada izah edərək. Fotoelementin voltamper xarakteristikası, yəni vaxı. Fotoelementin voltamper xarakteristikası, yəni İ'nin U'dan asılılığı bu şəkildədir şagirdlər. Bu şəkildədir. Bu nöqtə saxlayıcı gərginliyə uyğundur. Bura isə cəryanın doyma halına uyğundur. Cəryanın doyma halına uyğundur. İndi fotoeffektin 3 dənə qanunu var. E, Bu qanunlara keçməmişdən qabaq biz fotoeffektlə bağlı bəzi
kəmiyyətləri keçək. Burada i doyma cəryan şiddətidir şagirdlər. Doyma cəryan şiddəti nədir? Gərginliyi, bax bu potensiometr vasitəsilə gərginliyi artırsaq, cəryan şiddəti də artacaq. Gərginliyin müəyyən bir qiymətindən sonra fikir versiniz, cəryan şiddəti nə etməyib? Sabit qalıb. Yəni artmayıb. Gərginliyi nə qədər artırırıq, cəryan şiddəti artmayıbdır. Bu onunla əlaqədardır ki, artıq cəryan doyub, yəni maksimal qiymət alıbdır. Həmin o doymaya deyirlər doyma cəryan şiddəti. Doyma cərəyan şiddəti. Doyma cəryan şiddətini bu düsturdan hesablaya bilərik. N'ye bölünsün T. Bu N burada elektronların sayıdır. Elektronların sayı, Y elementar yüktür, T de burada nədir? Zamandır. Bir də fotoeffekt üçün Einstein tənliyini deyəcəm sizə. Fotoeffekt üçün Einstein tənliyi. Fotoeffekt üçün Einstein tənliyi. Fotoeffekt üçün Einstein tənliyi əslində kvant fizikası üçün fotoeffekt üçün enerjini saxlama qanunudur. Bu o tənlik enerjinin, yəni bax bu fotoeffektin katoddan düşən bu H enerjisinin hara xərclendiyini, hara getdiyini izah eləyir. Fotoeffekt üçün Einstein tənliyinə görə fotonun enerjisi H sərf olunur elektronu metaldan qoparmaq üçün lazım olan çıxış işinə, bir də fotoelektronların maksimal kinetik enerjisinə sərf olunur. Bax, bu oldu fotoeffekt üçün Einstein tənliyi. Burada A çıxış, Y kinetik maks, bunlar hamısını sizə ətraflı izah eləyəcəm təbii ki. Burada biz Y kinetikin yerinə başqa düstur yaza bilərik. A çıxışın yerinə başqa düstur da yaza bilərik. Hələlik bu H-nü dəyişə bilərik biz. H-nü biz yazarıq HC bölünsün lambda düsturu ilə ifadə edəcəyik. O da bərabər olacaq yenə A çıxış üstəgəl Y kinetik max. Burada A çıxış nədir? Saxlayıcı gərginlik nədir? Bunları mən sizə izah edəcəm. Əvvəlcə danışaq sizə saxlayıcı gərginlikdən. Saxlayıcı gərginlik. Şahidlər, saxlayıcı gərginlik nədir? Biz bu qütbləri əksinə dəyişsək, bax bu şəkili mən bir də təzədən çəkmirəm. Bax buranı mənfi, buranı müsbət etsək, onda katod müsbət, anod mənfi yüklənəcək və elektronlar kör peşman geri qayıdacaqlar. Kör peşman katodun səthinə geri qayıdacaqlar. Və o elə bir qiymət alır ki, həmin qiymətdə fotocəryan kəsilir. Yəni saxlanıcı gərginliyin həmin qiymətində fotocəryan kəsilir. Yəni elektronlar cəryan yarada bilmirlər. Bunun tərifi belədir. Fotoelektronların anoda doğru hərəkətini saxlayaraq, onları katodun səthinə geri qaytaran gərginliyə saxlayıcı gərginlik deyilir. Yəni əks potensiallar fərqi deyək də ona. Belə deyirlər. Bəzi kitablarda əks potensiallar fərqi yazırlar. Yəni qütbləri dəyişməklə bu hal mümkün olur. Deməli, tərifi belədir ki, fotoelektronların anoda doğru hərəkətini saxlayaraq, onları katodun səthinə geri qaytaran gərginliyə saxlayıcı gərginlik deyirik. Saxlayıcı gərginlik U saxlayıcı, bax bu şəkildə yazılır və maksimal kinetik enerji ilə düz asılıdır. Yəni saxlayıcı gərginliyin qiyməti
YU saxlayıcı fotoelektronların maksimal kinetik enerjisinə bərabərdir. Bax, bu düsturu bilməlisiniz. Sonra burada kinetik maksimalın yerinə digər düsturları yazmaq olar. YU saxlayıcı bərabərdir. Yazmaq olar MV maksimum kvadratı bölünmüş 2 yazmaq olar. Sonra P kvadratı böl 2m'də yazmaq olar. Buradan fotoelektronların maksimal sürətini də tapmaq olar. Alarıq 2YU saxlayıcı bölünsün M şəklində yazmaq olar. Və buradan görürük ki, saxlayıcı gərginliyin qiyməti fotoelektronların maksimal kinetik enerjisindən düz asılıdır. Bax, bu şəkildə düz asılıdır. Sürətdən isə kvadratik asılıdır. Sürətdənsə bax bu şəkildə kvadratik asılıdır. Yenə deyirəm, saxlayıcı gərginlik nə zaman olur? Saxlayıcı gərginlik o zaman olur ki, bu elektronlar, bu qütblər tərsinə qoşulanda elektronlar geri, katodun səthinə geri qayıdır. Düsturdakı Y-kinetik maksimum fotoelektronların maksimal kinetik enerjisi idi. Artıq onun yerinə YU saxlayıcı yaza bilərik. Sonra burada A çıxışı nədir? Onu izah edeyim sizə. Çıxış işi. Çıxış işindən danışaq sizə. Buradan yazaq ki, çıxış işi. Çıxış işi elektronu metaldan qoparmaq üçün lazım olan enerjinin minimal qiymətinə çıxış işi deyirik. Yəni A çıxışla işarə olunur. Düsturu isə belədir. A çıxış bərabərdir H nü minimum və ya A çıxış bərabərdir HC böl lambda maksimum. Nü minimum və ya lambda maksimum bunlar nə olan şeydir? Bunları sizə böyük ehtimal ki, vaxtımız çatmayacaq. Bunları sizə gələn dərsdə ətraflı şəkildə izah edəcəm. Deməli, bu nü minimum və ya lambda maksimum fotoeffektin qırmızı sərhəddi adlanır. Fotoeffektin qırmızı sərhəd tezliyi. Lambda maksimuma deyirlər. Fotoeffektin qırmızı sərhəd dalğa uzunluğudur. Qırmızı sərhəd nədir? Fotoeffekt hadisəsinin baş verdiyi minimum tezliyə, minimum işıq tezliyinə fotoeffektin qırmızı sərhəddi deyirlər. Yəni, ən aşağı tezlik orada müşahidə olunur. Və yaxud da fotoeffekt hadisəsinin baş verdiyi maksimum dalğa uzunluğuna fotoeffektin qırmızı sərhəddi deyirlər. Burada çıxış işinin vahidini yazaq şagirdlər. Çıxış işinin vahidi olacaqdır elektron volt. 1 elektron volt. 1 elektron volt 1,6 10 üstü mənfi 19 joule'a bərabərdir. Baxın, yadınızda saxlayın. Çıxış işi yalnız katod maddəsinin növündən asılıdır. Tezlikdən, dalğa uzunluğundan asılı deyil. Çıxış işi nüdən və yaxud da dalğa uzunluğundan və ya fotonun enerjisindən və ya onu da əlavə eləyək, fotonun enerjisindən asılı deyil. Həmçinin bu fotoeffektin qırmızı sərhəd tezliyi və qırmızı sərhəd dalğa uzunluğu da elədir.
Deməli, fotoeffektin qırmızı sərhəd tezliyi də və qırmızı sərhədə uyğun dalğa uzunluğu da e, nüdən, lambdadan asılı deyil. O da yalnız katod maddəsinin növündən asılıdır. Hər bir maddə üçün, sezium üçün ayrıdır. Sezium üçün ayrıdır, məsəl üçün, deyək ki, nikel üçün ayrıdır. Buradan bu qrafikləri mütləq şəkildə çəkək. Yəni siz testlərdə ayağında nü minimum və ya lambda maksimum görsəniz, bilin ki, o lambdadan, nüdən və foton enerjisindən asılı olmayacaq. Nüdən, lambdadan və ya Y enerjidən asılı olmayacaq bu şəkildə. İndi bu düsturları aparıb yerinə yazanda Einstein tənliyi bir başqa cür olacaq. Buradan yazaq ki, Einstein tənliklərinin digər formaları. Deməli, yazırıq H-nü. H-nü foton enerjisidir. Bərabərdir A çıxış üstəgəl Y kinetik max. Biz H-nünün saxlayarıq. A çıxışın yerinə nə yazmaq olar? H-nü minimum yazmaq olar. Y kinetikin yerinə nə yazmaq olar? Y-u saxlayıcı yazmaq olar. Sonra H-nü yerinə yazmaq olar HC bölü lambda. Çıxış içində yerinə yazmaq olar HC bölü lambda maksimum. Üstəgəl Y-u saxlayıcı. Belə əlavələr eləyib Einstein tənliyini bu şəkildə də yazmaq olar. Və ya Y foton bərabərdir, klassik şəkildə yazmaq olar. A çıxış üstəgəl Y kinetik max. Bu formada da təbii ki yazmaq olar. Bu fotoeffektin qırmızı sərhəd tezliyindən danışım. Biraz bunu başa salım. Fotoeffekt, hansı maddələr fotoeffekt yarada bilər, hansı rənglər yarada bilməz. Ümumiyyətlə, qırmızı sərhəd nədir? Rənglər var idi, yazmışdıq qırmızı, narıncı, sarı, yaşıl, göy, yox, mavi, sonra göy. Mavi, göy, sonra da bənövşəyi. Tutaq ki, fotoeffektin qırmızı sərhəddi spektrin yaşıl hissəsinə düşüb. İndi bura qırmızı sərhəddir. Bax, sərhəd. Qırmızı sərhəd. İndi hansı rənglərdə fotoeffekt müşahidə olunacaq, hansı rənglərdə müşahidə olmayacaq? Onu izah edeyim. Biz dedik ki, bu qırmızı sərhəd minimum işıq tezliyidir. Və biz də bilirik ki, aşağı, yuxarı getdikcə tezlik azalır, nüv azalırdı. Yəni azalıb yaşılda dayanıb da. Yəni bunun sərhəddi yaşıldır. Ondan o yana rənglər, baxın. Ondan sonrakılar, yəni qırmızı, narıncı, sarılar fotoeffekt yarada bilməyəcək. Amma digərlər isə mavi yaradacaq, göy yaradacaq, bənövşəyi yaradacaq. Yəni ondan aşağılar yaradacaq. Çünki bu minimumu, nünün minimumu yaşıla düşübdür. Ondan və yaxud da dalğa uzunluğu ilə deyə bilərəm, baxın. Və yaxud da dalğa uzunluğu ilə deyə bilərəm. Dalğa uzunluğu nə olmalıdır? Maksimum dalğa olmalıdır, maksimum. Maksimum dalğa olması bizdə demişik ki, dalğa uzunluğu aşağıya, belə deyək də, yuxarıya gedə-gedə artır. Bu artıb maksimum, lambda maksimum yaşılda dayanıb da, ondan maksimumu yoxdur, dayanıb. Qırmızı sərhəd budur. Buradan ona yoxdur. Ona görə də yenə də bax, burada qırmızıda, narıncıda, sarıda müşahidə olunmayacaq. Digərlərində müşahidə olunacaq. Bununla bağlı test toplusunda bizim 2 dənə testimiz var. Onları mən sizə yenə də, yəqin ki, onu sual verəcəksiniz. Orada daha ətraflı sizə